Herkese salam. Bugün sizlerle 6. sınıf riyaziyyat iş dəftərindən ikinci hissədəki tapşırıqların izahlarına baxacağıq. İkinci hissə yeni bölmə, çoxluqlar və onlar üzərində əməllər bölməsindən başlayır. Birinci sizə çoxluqlar haqqında qısa məlumat vermək istəyirəm. Çoxluq nədir? Çoxluq müəyyən əşyalar, simvollar, ədədlər və ya obyektlər toplusu kimi başa düşülür. Çoxluqlar böyük hərflərlə işarə olunur. Çoxluğa nümunə olaraq məsələn, sinifdəki şagirdlər çoxluğu, tək ədədlər çoxluğu, natural ədədlər çoxluğu, tam ədədlər çoxluğu və s. göstərə bilərik. Çoxluğu təşkil edən hər bir obyekt bu çoxluğun elementi adlanır. Əgər obyekt çoxluğun elementidirsə, onu biz bu işarənin köməyi ilə yazırıq. Yəni, bu daxildir işarəsidir. Əgər obyekt çoxluğun elementi deyilsə, onu isə bu işarənin köməyi ilə yazırıq. Yəni, daxil deyil. Məsələn, nümunə göstərim buna. Tutaq ki, A çoxluğu bizə verilib. Bu fiqurlu mötərizədir. İndi A çoxluğunun elementləri 1, 2, 5, 7. Tutaq ki, A çoxluğunun elementləri bu 4 dənə elementdir. Gördüyünüz kimi 5 elementi A çoxluğunun elementidir. Yəni, A çoxluğuna daxildir. Bu zaman biz belə yaza bilərik. 5 daxildir A çoxluğuna. Amma tutaq ki, bir dənə başqa ədəd götürüm. Tutaq ki, 8. 8 gördüyünüz kimi A çoxluğunun elementi deyil. Bu zaman biz bunu belə işarə edəcəyik. 8 daxil deyil A çoxluğuna. Belə. İndi gəlin tapşırıqlar ilə davam edək. Bir nömrəli tapşırığa baxaq. Bir nömrəli tapşırıqda yazılıb ki, elementlərə uyğun hərfləri uyğun çoxluqların çərçivəsinə yaz, artıq elementi qeyd et. Deməli, burada elementlər verilib və onların üstündə hərflər qeyd olunub. Hərflər aydın görünmədiyi üçün mən onların üzərində rəqəmlər yazıram. Rəqəm ilə işarə edirəm. 1, 2, 3, 4, 5, 6, 7. Siz hərflərlə yazarsınız. Deməli, birinci çoxluq, B çoxluğu bitkilər çoxluğudur. Şəkildən gördüyünüz kimi bitkilər hansılardır? Hansı rəqəmə uyğundur bitkilər? 3-ə və 5-ə. İndi siz hansı hərf yazılıbsa, onda yazarsınız. Bitkilərə aiddir 3 və 5. İndi mən baxın belə yazıram. B bərabərdir fiqurlu mötərizə. B-yə hansı elementlər aiddir? 3, bir də 5. Belə. Daha sonra davam edək. M çoxluğuna hansılar aiddir? M musiqi alətləri çoxluğudur. Gördüyümüz kimi musiqi alətləri 2-də var və bir də 4-də var. 2, bir də 4. Daha sonra sonuncu H çoxluğu, baxın. Bura daxildir heyvanlar çoxluğu. Heyvanlar hansı şəkildə? 1-də və 7-də. Deməli, burada 1 və 7 elementləri daxildir. Artıq element. Deyir ki, artıq elementi qeyd edin. Gördüyünüz kimi 6-da, 6 nömrəli artıq elementdir. Heç birinə uyğun deyil. Nə bitkiyə, nə musiqiyə, nə də ki, heyvanlar çoxluğuna aid deyil. Daha sonra davam edək. Keçək 2 nömrəli tapşırığa baxaq. 2 nömrəli tapşırıqda baxaq nə deyir? Çoxluğa aid olan 4 element və aid olmayan 3 element yaz. Birinci, A variantında tək ədədlər çoxluğu verilib. Tək ədədlər çoxluğuna baxaq. Aid olan 4 dənə element yazmalıyıq. Yəni, 4 dənə tək ədəd yazırıq. Məsələn, istədiyiniz 4 dənə tək ədədi yaza bilərsiniz. Mən yazıram 11, 27, 39 və 41. Aid deyil, yəni tək olmayan ədədlər hansılardır? Cüt ədədlər. Tək olmayan, məsələn, 42, 36, 70, 12. Belə. Daha sonra davam edək. B variantına baxaq. B variantında, daha doğrusu aid olmayan 3 dənə soruşurdu. Mən 4 dənə yazdım. Sadə ədədlər çoxluğu. Bura aiddir. Sadə ədədlər çoxluğuna aid olan 4 dənə element yazaq. Məsələn, 3, daha sonra 11, 17, 31. 31. Belə. Aid deyil, yəni sadə olmayan ədədlər çoxluğu, mürəkkəb ədədlər çoxluğu. Məsələn, 12, 50, daha sonra 36, 3 dənə yazdıq.
Sonuncuna keçək, tam ədədlər çoxluğu. Tam ədədlər çoxluğu nəyə deyilir? Natural ədədlər, onların əksi olan ədədlər və bir də sıfır tam ədədlər adlanır. Deməli, natural ədəd, onların əksi olan ədəd, bir də sıfır. Məsələn, hansını istəsək yaza bilərik. -3 natural ədədin əksi olan ədəddir və tam ədəd daxildir. 0 yaza bilərik. Natural ədədlərdən istədiyimizi yaza bilərik, çünki bütün natural ədədlər həm də tam ədəddir. 42. Daha sonra, məsələn, -6. Bunlar hamısı tam ədədlər çoxluğuna daxildir. İndi tam ədədlərə aid olmayan ədədləri yazmalıyıq. Məsələn, kəsr ədədlər. Kəsr ədədlər tam ədəd deyillər. Məsələn, 3,2 tam ədədlərə aid deyil. Daha sonra 2,4 5,6 və s. yaza bilərik. 3 dənə dediyinə görə 3 dənə yazırıq. Davam edək. 3 nömrəli tapşırığa baxaq. Deyir ki, B çoxluğu 60 ədədinin bölənləri çoxluğudur. Doğru yazılışı bu işarə ilə, doğru olmayanı isə bu işarə ilə qeyd et. Deməli, baxaq hansı doğrudur, hansı doğru deyil. Deməli, B çoxluğu nədir? 60 ədədinin bölənləridir. 60-ın bölənləri hansılardır? 60 ədədinin bölündüyü ədədlər. 60 hansı ədədləri bölünür? 1-ə bölünür. Baxın, 1-ə bölünür. 2-yə bölünür, 3-ə bölünür, 4-ə bölünür, 5-ə bölünür, 6-ya bölünür, daha sonra 10-a bölünür, 12-yə bölünür, 15-ə bölünür, 20-yə bölünür, 30-a bölünür, daha sonra 60-a bölünür. 60-ın bölənləridir. İndi buradan baxıb da yaza bilərik və yaxud da bunları silirik. 60-ın bölənlərini bilirik. İndi keçək bir-bir yoxlayaq. Yazılıb ki, 4 daxildir B-yə. B çoxluğu 60-ın bölənləri çoxluğudur. Əgər 4 60-ın bölənidirsə, deməli bura daxildir. Daxildirsə doğrudur. Bu işarəni, doğrudur işarəsini qoyacağıq burada. Deməli, 4 bəli 60-ın bölənidir. 60 çünki 4-ə bölünür 15 dəfə. Deməli bu doğrudur. Belə. Daha sonra baxırıq 12 daxil deyil B çoxluğuna. Baxaq, 12 əgər 60-ın bölənidirsə, B-yə daxil olmalıdır. Bəli, 12 60-ın bölənidir. Çünki 60 12-yə bölünür 5 dəfə. Deməli, 12 60-ın bölənidir. Yəni, 12 daxildir B olmalı idi. Amma bu yanlışdır. Doğru deyil. Keçdik digərinə. Yazılıb 18 daxildir B-yə. Yəni 18 daxildir 60-ın bölənləri çoxluğuna. Xeyr, 18 60-ın böləni deyil, çünki 60 18-ə bölünmür. Deməli, daxil deyil olmalı idi. Bu yanlışdır. 16 daxil deyil B çoxluğuna. Yəni 16 60-ın bölənləri deyil mənasını verir. Bəli, 60 16-ya bölünmür. 16 60-ın böləni deyil. Yəni bu 16 da B çoxluğuna daxil deyilsə, deməli bu doğrudur. Digərinə baxırıq, 8 daxil deyil B çoxluğuna. Bəli, bu da doğrudur. 8 60-ın böləni deyil, 68-ə bölünmür. Daxil olmadığı üçün bunu da doğru götürürük. Sonuncuna baxaq, 15 daxildir B çoxluğuna, yəni 15 60-ın bölənidir. Bəli, 15 60-ın bölənidir, 60 15-ə bölünür 4 dəfə. Deməli, 15 60-ın bölənləri çoxluğuna daxildir. Yəni bu yazılış doğrudur. Bunu da belə götürürük. Keçək 4 nömrəli tapşırığa. Natural ədədlər çoxluğu, yox, yazılıb ki, N natural ədədlər çoxluğu, Z tam ədədlər çoxluğudur. Boş xanaya daxildir və ya daxil deyil simvollarından uyğun olanı yaz. Baxaq, uşaqlar, natural ədədlər nəyə deyilir? Saymaq üçün istifadə olunan ədədlərə natural ədədlər deyilir. Birdən başlayır natural ədədlər, sonsuzluğa qədər davam edir. Tam ədədlər isə nəyə deyilir? Natural ədədlər, onların əksi olan ədədlər və 0 birlikdə tam ədədlər adlanır. İndi baxaq. 43 natural ədəddir. Bəli, natural ədəddir, saymaq üçün istifadə olunan ədəddir. Deməli, 43 daxildir N çoxluğuna. Belə yazırıq, 43 daxildir. 36 daxildir tam ədədlər çoxluğuna. Bəli, daxildir. Daxil isə belə yazırıq. Niyə daxildir? Çünki 36
natural ədəddir. Biz də bilirik ki, natural ədədlər həm də tam ədədlərdir. Çünki tərifdə də dedik ki, natural ədədlər onların əksi olan ədədlər və 0 tam ədədlər çoxluğuna daxildir. Deməli, -12 daxil natural ədədlər çoxluğuna daxildir ya daxil deyil? İndi ona baxaq. Xeyr, mənfi ədədlər natural ədədlər deyil. Çünki sayan zaman mənfi ədədlərdən istifadə etmirik. Deməli, -12 daxil deyil natural ədədlər çoxluğuna. -28-ə baxaq, tam ədədlər çoxluğuna daxildir ya yox? Bəli, -28 tam ədədlər çoxluğuna daxildir. Daha sonra 2,5 natural ədədlər çoxluğuna daxil deyil. Çünki sayan zaman biz 2,5-dən istifadə etmirik. Məsələn, hər hansı bir əşyanı sayan zaman 2,5 dənə kitab var. Belə bir ifadə hər halda heç biriniz eşitməmisiniz. Yəni, sayan zaman biz belə kəsr ədədlərdən istifadə etmədiyimizə görə bunlar natural ədədlər sayılmır. Yəni, 2,5 natural ədədlər çoxluğuna daxil deyil. Daha sonra 2də 1 natural ədədlər çoxluğuna daxildirmi? Xeyr, daxil deyil. Dediyim kimi sayma zamanı istifadə etmirik. Deməli, bu da daxil deyil. Keçək 5 nömrəli tapşırığa baxaq. Çoxluğu hər hansı hərflə işarələ və elementlərini sadalamaqla yaz. Elementlərin sayını qeyd et. A variantına baxaq. Bir rəqəmli sadə ədədlər çoxluğu. Sadə ədədlər nəyə deyilir? Yalnız birə və özünə bölünən ədədlərə deyilir və bir rəqəmli olmasını istəyir bizdən. Hər hansı bir hərflə birinci işarə eləyək. Tutaq ki, bir rəqəmli sadə ədədlər çoxluğunu istədiyimiz bir hərflə işarə edirik. Bilirik ki, çoxluqlar böyük hərflərlə işarə olunur. Ona görə böyük A hərfi ilə işarə etdim. Fiqurlu mötərizə qoyuram. Daha sonra. İndi bir rəqəmli sadə ədədlər çoxluğu başlayırıq. 1 rəqəmlidir, amma sadə deyil. Çünki demişik ki, 1 nə sadədir, nə mürəkkəbdir. 2 sadə ədəddir. Bəli, yalnız çünki özünə bölünür, 1 də 1-ə bölünür. 3 sadə ədəddir. Daha sonra 5 sadə ədəddir. 7 sadə ədəddir. 8 mürəkkəbdir, 9 mürəkkəbdir. Bu qədər. Deməli, bir rəqəmli sadə ədədlər çoxluğu 2, 3, 5 və 7 elementlərindən ibarət bir çoxluqdur. Çoxluğu deyir ki, hərflə işarə et, elementlərini sadalamaqla yaz, sadaladıq, elementlərin sayını qeyd et. Çoxluğun neçə elementi var? 4 dənə elementi var. Elementlərin sayını da qeyd etdim. Digərinə baxaq, B variantına 8-ə bölünən 2 rəqəmli ədədlər çoxluğu. Bunu da hər hansı bir hərflə, böyük hərflərlə işarə edirəm, B hərfi ilə işarə edirəm. Fiqurlu mötərizə yazıram. 2 rəqəmli ədədlər 8-ə bölünən. Deməli, 16-dan başlayır. Çünki 2 dəfə 8 16 eləyirsə, 16 8-ə bölünür 2 dəfə. Daha sonra 24. 3 dəfə 8 çünki 24 eləyir. Belə tapa bilərsiniz. 4 dəfə 8 neçə eləyir? 32. Deməli, 32 8-ə bölünür. Daha sonra 5 dəfə 8 40. 6 dəfə 8 48, 7 dəfə 8 56, 8 dəfə 8 64, 9 dəfə 8 72, 10 dəfə 8 80, 11 dəfə 8 88, baxırıq ki, nə qədər 2 rəqəmli davam eləyir. 12 dəfə 8 96. Daha digərləri bundan sonra 8-ə bölünən 2 rəqəmli ədədlər 2 rəqəmli ədəd yoxdur. Artıq 8-ə bölünənlər artıq 3 rəqəmlidir. 2 rəqəmli 8-ə bölünən ədəd bu qədər idi. İndi bunların sayını tapaq. Görürük ki, 11 dənə, deməli 11 dənə 8-ə bölünən 2 rəqəmli ədəd var. 11. Deməli, 8-ə bölünən 2 rəqəmli ədədlər çoxluğunu yazdıq. Daha sonra da elementlərinin sayını tapdıq 11. Davam eləyək. Sonuncu tapşırığa baxaq. 6 nömrəli tapşırığa baxaq. Yazılıb ki, uyğunluğu müəyyən et və xətlə birləşdir. İndi baxaq. Deməli, 18-dən kiçik sadə ədədlər çoxluğu. Bu tərəfdə çoxluğu verib, digər tərəfdə elementlərini tapmalıyıq indi. 18-dən kiçik sadə ədədlər çoxluğu. Baxaq. A çoxluğuna baxaq birinci. A çoxluğunda 1 verilib. Elə birdən görürük ki, bu deyil. Çünki 1 sadə ədəd deyil. Yəni, bura daxil deyil.
B variantı boş çoxluqdur. Bu yanlışdır. 18-dən kiçik sadə ədədlər var. C variantında bir verilib. Biri görən kimi deyirik ki, xeyr, bura daxil deyil. Çünki 1 ilə sadədir, nə mürəkkəb. D variantı bura uyğundur. Bunu indi mən uyğunlaşdırıb yazdım. Özümüz də yaza bilərik. Təbii ki, bilirik ki, sadə ədədlər hansılardır? 2-dir, 18-dən kiçik. 2, 3, 5, 7, 11, 13 və 17. 18-dən kiçik tək ədədlər çoxluğu. İndi gəlin bunu özümüz müəyyən edək. Baxın, buradan qeyd edirəm. 18-dən kiçik tək ədədlər çoxluğu. Tək ədədlər, ən kiçik tək ədəd hansıdır? 1. Daha sonra 3, 5, 7, 9, 11, 13, 15, 17. 18-dən kiçik dediyi üçün. Bura hansı? Daxildir, deməli C çoxluğu daxildir. Daha sonra 3-cüdə soruşur. 18-in bölənləri çoxluğu, bunları yazaq. 18 hansı ədədlərə bölünür? 1-ə bölünür. Təbii ki, 1-ə bilirik ki, bütün ədədlər bölünür. 2-yə bölünür, 3-ə bölünür, 6-ya bölünür, 9-a bölünür və özünə bölünür. 18-ə. Deməli, burada hansı çoxluq daxildir? A çoxluğu. İndi sonuncuna baxaq. 18-dən böyük düzgün kəsirlər çoxluğu. Belə bir çoxluq yoxdur. Yəni, heç bir elementi yoxdur bu çoxluğun. Ona görə heç bir elementi olmayan çoxluğa da biz boş çoxluq deyirik və belə işarə edirik. Deməli, burada B çoxluğuna aiddir bu da. İndi niyəsini izah edeyim. Niyə 18-dən böyük düzgün kəsirlər çoxluğu yoxdur? Düzgün kəsir nəyə deyilir? Sürəti məxrəcindən kiçik olan kəsirlərə düzgün kəsirlər deyilir. Əgər sürət məxrəcindən kiçikdirsə, bu kəsirin qiyməti hər zaman 1-dən kiçik olacaq. Məsələn, nümunə göstərirəm. 2-də 1 bərabərdir 0,5. Yəni, kəsirin qiyməti 0,5 1-dən kiçikdir. Əgər kəsir düzgündürsə, onun qiyməti hər zaman 1-dən kiçik olacaq. Amma bu isə deyir ki, 18-dən böyük düzgün kəsirlər çoxluğu. Düzgün kəsirlər heç vaxt nə 1-ə bərabər olur, nə də 1-dən böyük olur. Ona görə 18-dən də böyük ola bilməz. Beləliklə, bu çoxluğun deməli heç bir elementi yoxdur və bu boş çoxluqdur. Məsələn, başqa bir nümunə göstərim. 2-də 3. Bu düzgün olmayan kəsirdir. Bunun qiyməti 1,5-dir. 2-də 2 olsaydı, bu da düzgün olmayan kəsir olur. Bunun qiyməti də 1-ə bərabərdir. Yəni, düzgün olmayan kəsirlərin qiyməti 1 və 1-dən böyük olur. Amma düzgün kəsirlər 1-dən kiçik olur. Və 18-dən də böyük düzgün kəsir yoxdur. Belə. Deməli, səhifə 3-dəki tapşırıqların izahlarına baxdıq. Digər səhifədəki tapşırıqların izahlarını da kanala tez bir zamanda yerləşdirəcəm. Sağ olun, salamat qalın.